Hə, 100 elədir. Okey, kayıt başladıq. Səslər qeydə Mən də bir alınır. dənə şey götürmüşəm, sifariş götürmüşəm. Müştəri də o qədər şeydi, nədir o? Bezdirən. Bezdirən, hə, nə bilim, burası belə olsun. Çox təxirsiz detallara ilişir. İndi bayaq da onunla güləşirdim. Hələ də nəsə yazır. Təəssüf ki, freelance işin zibil odur da, yəni adam Hə. gərək limit qoyasan, deyəsən ki, maksimum bu qədər reviz edirəm. Yoxsa Hmm. çox bezdirir. Yoxsa başımdan getməkləri üçün böyük məbləğ dedim. Görürəm bir razı oldular. Xarici şirkət əslində, xarici şirkətin burdakı şeyləridir, elə bir. Distributor. Hə, bir növ belə bir şeydir. Mhm. Okey. Onda ilk olaraq sizin tapşırıqdan başlayaq, sonra yavaş-yavaş işlərə keçək. Hə, başlatmışam, açmır. Ə, bir saniyə. Açmır. Ya, bir dəqiqə gözlə, bəlkə də biraz gec açacaq. Çox gec açıram ümumiyyətlə. Unreal elədi, təəssüf ki. Mən baş edirəm kompüterimdən də. Ekran kartından da böyük ehtimal güc çatdıra bilmir. Ya olur. Yəni narahat olmayın. Hmm. Gec açır, amma açır da ən azından. Bir də şey, görüntü çölə çıxandan sonra kamera görüntü uzaqlaşmaya başlasın. O bir binalar zadı göstərməsin, yol zadı göstərməsin. Uzaqlaşsın o formada kamera yüngülvarı hərəkət eləsin, hərəkətli olsun da hər şey. Və o bir binalar da hərəkətli formada gəlsin və connection şey olsun. Connection sözü deyən vaxt olsa həll olar. Və bu görüntü ilə beraber connection olan o bir görüntülər var. Orada insan zadı olmasın. Ancaq layihə ilə bağlı görüntülər olsun. Bildin, yəni mənim əgər tam anlamasan, əmin olmasan, xahiş edirəm, xəbərlə Zeynəşə danışaq. Yaxşı olarsa data connects every discipline deyəndə həmin o elektrik connection şeyləri başda olan rəhdədə bizim logoların əndində o connection şeyləri olsa, o anda olsa yaxşı effekt verər. Okey. Niyə açılmadı? Bir dənə ekran sitesi paylaşım. Baxaq görək niyə açılmır. Yüklənmədə qalıb. Orada aşağıda şeydir, complete deyil yoxsa? Yo, heç nə gəlmir. Basıram bir dəqiqə görüm. Sus. Aha. Ekranım görünür. Aha görürəm bir dəqiqə. Launch vermir. Nə yazır? File with program Default setting. settings page. Bir söz neyin? Yuxarıda bir dənə nida var. Görün o nida nədir? Motor sürümlərin yuxarısında. Bu Aha ona bir dənə basın. yoxa çıxdı. Acayip. Unreal 5.6.1'i başladın oradan. Oradan başlatmayın. Unreal 5.6.1'i başladın. Yazıb lütfən bəklə. Tamam. Başladı bıraq, hə. Başladılsın. Bir dəqiqə gözləyin. İndi başlamalı. Normalda başlamalıdır. Hə, indi başlayır. Buradan birbaşa gir, daxil olanda açın. Acayipdir. Niyəsə açmalıdır normalda. Nəsə xəta verir. Bir də onun lokasiyasına gedin. O folderın lokasiyasına gedin. Klasördə göstər. Klasör göstər. Gözəl. Content, config hamısı var. Bəs niyə açılmır bu? Safety qədər var. Unreal açıldı yoxsa yox? Heç şeydə də başladıqca da gəlmədi. Bayaq dediyim getdiyiniz folderda lokasiya var deyə oradan bir dənə açmalısın. Hə, açır. Açır. Dalbadal açmasa yaxşıdır. Bəzən problem çıxardır o. Görün dalbadal açmayın. Yox, nə intelligent. Hı -hı. Biraz uzun çəkir.
Demək, bu günlərim Blueprint-ə də girəcəyik. Blueprint Hı. məntiqində başa salacağam. İlk olaraq başlanğıc olaraq variable, yəni şeydən, true false məsələsini anladacağam, kiçik bir. Hı. Onun üçün print string və ya digər nodları öyrədəcəm. Biraz qısa gedəcəm ki, məntiqi tutun, kodlaşdırma məntiqi tutmaya başlayın. Ha. Yavaş-yavaş biraz da necə deyirlər, kompleks kodlara keçməyə başlayacağıq. Okey. Yavaş-yavaş. Və bu günlərim modeling panelini öyrədəcəm sizə. Modeling panelində funksiyaları, extrude, yəni siz model şeydən 3D Max işlədirsiniz deyə bilirsiniz, Ha. sistemi anlayırsınız. Sadəcə məntiq olaraq nəyin nə harda olduğunu göstərəcəm. Yəni məntiq olaraq qurmaq məsələsi sizdən asılıdır. Ha, keçən dəfə əslində daxil oldum ora. Prinsipsə elə hətta indiki yaratdığım şeydə modeling də eləmişəm. Modeling Əla, dediyim də çox gözəl. sadəcə plane çəkmişəm, başqa heç Okay. nə. Yəni Plenty o da yaxşı bir şeydir. Yəni ən azından girişmisiniz. Məsələn, orada fərqli funksiyalar var. Bildiyiniz Minecraftda bloklar düzürsüz. Ha, elə bir Eləncə şeydir. blokoutdan bir şeylər düzəltmək olur. Misal deyək ki, məsələn, evin küncündə belə bəzəkli şeylər olur ev. Necə deyirlər, sütunlar. Hı. Onu düzəltmək olur. Fərqli şeylər. Hı. Sadəcə funksiyalar veriblər ki, biz rahat bir şəkildə istifadə edək, belə deyim. Bu funksiya Unreal-ın bildiyim qədərilə 5.3-də yox idi. 5.4-dən sonra gəlməyə başladı bu. Bildiyiniz Unreal Maya ilə əlaqə qurdu, razılaşma qurdu. Maya-da olan toolların hamısı birbaşa Unreal-ın içinə əlavə olundu. Beləncə. Allah. Okay, açıldı sizdə yoxsa? Bir dəqiqə. 85%, 86. Okay, o istəyirsiniz o açılana qədər mən biraz başlayım, Hə, yavaş-yavaş. okey. Açılanda deyirsiniz ki, açıldı, şey eləyərəm. Yaxşı. Siz ekranınızı bağlayın istəyirsiniz. Okay. Qoşuldu. Gəldi ekran. Ha, gəldi. Sorry, bir dəqiqə. Okay. Eee, Qeyd olur, səsimiz yazılır. bir dəqiqə, bir dənə danışın. Rast, Hə, var. gəlir. Hə. Okay, əla. Demək bu dəfəki dərsdə, yəni bizim keçdiyimiz modlardan Selection, Landscape, Foliage keçdik. Mesh Paint qalsın, o biraz daha irəlidə keçiləcək. Modeling dərsini keçirik. Modeling panelini açdıqda avtomatik olaraq yuxarıda Favorites paneli var və Create paneli var. Favorite panelinə biz modellər düzəltdikcə içinə upload-laya bilirik və buradan modeli tutub çəkə bilirik səhnəyə. Katalog kimi də bir növ. Bildiyin kataloq kimi. Bu paneldə Belə də mən uşaq getirdim, axı hazırlamışam, tekstur yanacaqla birgə oturduram bura və səhnəni yığanda tutaq ki, şeydə oyunda buradan götürüb atıram da, ora düzdürmü? Buradan yox, burada əsasən burada düzəltdiyimiz modelləri ata bilir. Yəni əsasən belə blockout modelləmək üçün istifadə olunur çox vaxt. O daha çox content browser'a düşür. Yəni bura düşür. Hə. Yəni burada yığırsınız. Təbii ki də burada da bizim bir favorites panelimiz var. Fikir verin burada. Aydındır. Və istəsək buradan collection da ayarlaya bilərik. Məsələn, Sacred-yə bas, yəni bura meshləri əlavə edib, bunu nə üçün istifadə edirlər? Çox vaxt məsələn bunu alıb sağ panelə atırlar. Mən genəlliklə belə edirəm. Bunu yan ekrana atıram. Bura collections panelinə meshləri atıram. Məsələn, static meshlər, foliagelər, çox şey. Və məsələn buradan axtarıram rahat bir şəkildə content browser arası gəzməkdənsə buradan rahat bir şəkildə tutub çəkirəm səhnəyə, istifadə edirəm. Çox işə yarar bir funksiyadır. Favorites də eyni qaydada. Bura favori folderları əlavə edə bilirsən. Məsələn, F animation'dır. Məsələn, bunu alıb add favorites deyirəm və avtomatik olaraq bura düşür. Mən bir də content browser'da gəzmək məcburiyyətində qalmıram. Avtomatik bura basıram və bizi direkt bir dəqiqə normalda bir saniyə. O da bir dəqiqə. Məsələn, level'da ataq favoritsə. Hə. Bax fikir verin. Avtomatik olaraq bura gedə bilir. Aydındır. Beləncə. Tamam, modelingə qayıdaq təkrardan. Hop, sorry. Modeling.
Create panelində bax fikir verin fərqli-fərqli yəni Unreal, yəni Blender və ya digər proqramlarda default material olaraq burada da default materiallar var. Default olaraq misal boxu götürən Hı kimi -hı. bir dəqiqə bunları sıfırlayım. Ya defaultda necə görünür? Helənçinə göstərim. Boxu select eləyən kimi avtomatik olaraq səhnədə bizə bir dənə box verir və bunu səhnədə bir yerə yerləşdirə bilirik istədiyimiz kimi. Hı. İndi mən random bir nöqtəyə qoydum. Avtomatik olaraq pivotu çıxdı və buradan istədiyimiz kimi tutub sürüşdürə bilirik səhnədə və ya rotate eləyə bilirik istədiyimiz kimi. Və altda datası var. Move datası və rotate datası. Okay. Burada dynamic mesh və ya static mesh kimi ayarlaya bilirik bunu. Volume qalsın hələ. Dynamic mesh ona dinamikası olan meshlər deyilir. Əsasən misal simulate olan meshlər üçün istifadə olunur. Static meshdə standart məsəl Blenderdan və ya digər proqramlardan eksport edib bura atdığımız meshlərdir. Hı -hı. Burada fikir versəz wind, depth, height dəyərləri var. Bunları istədiyimiz Ölçüləri, kimi hə. ayarlaya bilirik. Beləncəsinə. Okey, İndi mən aydındır. random bir dəyər verim. Məsələn 200-ə deyək, 200-ə 200 və məsələn deyək ki 100-lük bir blok düzəldək. Okay. Burada wind, depth, height, subdivision var. Subdivision bilirsiniz da modelləmə proqramında. Bilirəm, hə. Aha. O da eyni qaydada. Bunu görmək üçün wireframe moda keçirəm ki, siz daha rahat görə biləsiniz. Ya da direkt lit wireframe-ə keçək ki, həm mesh-i görək, həm də wireframe-i görək. Misal üst hissədən subdivision, yəni əslində sağdan deyək, daha doğrusu soldan subdivision və yüksəklikdən subdivision istədiyimiz kimi verə bilirik. Fikir verin. Bu ancaq uçbucaq verir də şeyləri bizə poligonları. Aha, modelləmə proqramında poligon olaraq, yəni quarda olaraq verir. Amma oyun motorunda avtomatik olaraq bunu şeyə çevirir deyə, triangle-a çevirir deyə, beləncəsinə bu formada verir datanı deyək. Sonra misal mən bunu Hazırdır. Kadr açdı mən də. Aha, tamam, bir dəqiqə gözləyin. Bunları bir dənə qoyaq. Tamam. Okay. Mən ekranı bağlayım. Tamam. Siz ekranınıza, okay. Mənim ekranımda, hə. Aha, sizin ekranınız. Görünür. Aha, görünür. Düz ilişir. Deməli belə bir səhnədir. Okay, gözəl. Girdik ağacların içinə bir dəqiqə. FPS çox düşürsə biraz nə deyirlər? Qrafikanı aşağı salın, rahat olsun. Low qoyuram. Low-da heç bir problem yoxdur. Mənə səhnə lazımdır. Ümumi Qrafika hələ. şeyə də baxaq. Render kimi də eləmişəm əslində, çıxartmışam, şəklini render eləmişəm. Okay, əla. Tipa dağlar yaratmaq istədim burada. Prosta teksturing Heç bir problem yoxdur, heç bir problem yoxdur. hə. Mən sizə fikir verin, tiling var, onları həll eləyərik inşallah Hə. dəstəmizdə. Sonra bax bu şeylər, otlar əlavə elədim, ağaclar foliasını əlavə elədim. Okay, Sonra gözəl. burada su teksturası vermişəm. Okay, əla. Bu Suyun da elə bir materialı default Unreal materialıdır da. Yox, Fabdan yüklədim materialı Okay, əla, heç bir problem. animasyonlu material da. Bu da elə bir sadə prosta plaindir. Okay. Bunu mən şeydən Sketchfabdan götürdüm, tulladım bura. Okay, materialın üstünə əlavə elədiniz, çox gözəl. Aha. Bu da bunu şeydən Fabdan götürmüşəm. Okay, əla. Bu Sketchfabdan, bu da bizim Fabdan da elə bir şey. Tamam. Bu da Sketchfabdan götürdüm, atdım. Okay, gözəl. Belə bir tipa şey. Burada mən fikir verirsən, şeylər də eləmişəm, teksturing, bu nədir o? Paint-lə, gözəl. So bir dənə prosta effekt əlavə elədim, Niagara. Bu da indi deyən burada göstərir də əslində. Fog effekti. Hə, fog distance, okay, bildim. Gözəl. Çox gözəl. Əllərinizə sağlıq. İndi bir dənə litdən wireframe-ə keçə bilərsiniz, tamamsan. Aha. Lit wireframe. Okay. Fərq yoxdur. Lit wireframe də olar. Gözəl. Static meshlər gözəl görünür. Poligonlar azdır. Evə bir dənə yaxınlaşın. Bunun poligonu çoxdur, hə. Ağacların poligonu çoxdur. Bir də o meshin. O meshin Ninite görsən aktivdir, yoxsa yox, ona bir dənə baxaq. Meşə bir dənə toxunun.
Zəhmət olmasa. Və şey lokasiyasına gedim bir dənə. Aha. Hə, bir dəqiqə. Harda da o? Sağ klikə basın. Sağ klikə basın. Avtomatik lokasiyasına gedəcək bir funksiya var. Burada. Aha, meşin Aha. çarpı. O şey browse to asset ən yuxarıda. Hə, burası Asya. Aha. Okay. Sağ klik eləyim bir dənə görək Ninite aktiv deyir. Şey Ninite yazılıb. Üst paneldə 4-cü. Ən üst paneldə 4-cü. Nanit. Hə, Bu. Ninite. Okay, aktivdir, gözəl. Bu Ə, nədir belə? bax, fikir versəz, hal-hazırda Ninite LOD kimidir, Level of Detail kimidir, amma daha fərqlidir. Ə, Meşlər, misal deyək ki, 30.000, 40.000, 50.000 poligonu var və ya daha çox poligonu var. O poligonu və şey, quart şəklində deyil də, bildiyin qarışıq bir hal-hazırda qabağınızda gördüyünüz meş kimi Aha. qarışıq bir poligonu var. Aha. Bunu screen size-a uyğun olaraq optimizasiya edən bir funksiyadır. Və Unreal 5-ci versiyadan sonra gəlmiş bir funksiyadır. Bundan əvvəl Hə, hə, LOD hə, var idi. bildim. Aha, Poligonları elə uzaqlaşdıqca azaldı. azaldır. Amma Hə. quart şəklində deyil, özü avtomatik qarışıq bir şəkildə də hesablayaraq edir. Aynen. Çox gözəl bir funksiyadır. Səhnə gözəldir, əllərinizə sağlıq, həqiqətən gözəl eləmisiniz. İnşallah material Hə. dərsində bu tiling məsələsində sizə öyrədərəm. Məsələn, meşin Aha. təkrarlanması var, fikir versəz, istədiyimiz kimi Hə, deyil. hə, hə. Onu mən Sünilik eləyəmədim. qatır. Hə, tamam, heç Aha. bir problem yoxdur. Sünilik qatır, onu həll eləyərik. Aha. Plain şeylər, meşlər gözəldir, səhnəyi çox gözəl düzmüsüz, monotonluq yoxdur, həqiqətən yaxşıdır. Aha. Əllərinizə sağlıq, çox gözəl. Hə, bu elə-belə prosta kadr edir. Render də eləmişdim. Bir dəqiqə render qalıb. Bir dəqiqə. Şey, Hə. sinematik kamera yeniləmisiniz də? Hə, hə, hə. Əlasız, cansın. Qəşəng. Niyə belədir ki? Sağ klik. Okay. Open with. Gözəl. Əllərinizə sağlıq. Həqiqətən çox gözəl çıxartmısınız səhnə. Hə, tipada bir qorxulu bir vahiməli bir səhnə. Meşəsində. Belə. Çox gözəl. Əllərinizə sağlıq. Sağ ol. Bilirsiniz nə vibe aldım biraz? Nə? Maşa və Kocayda bir səhnə vardı. Ya biraz, çox az vibe verir. Hansı? Maşa və Kocay vardı. Hə, hə, ayso. Onun vibe verir Şey, çox az. burada bu şey vibe verir bu. Ruslarda bir dənə şey var ya, qorxulu. Bab Yaga deyirlər. Baba Yaga. Maalesef onu görməmişəm, amma Hə, oxşuyur. Həqiqətən çox qəşəng. Baba Yaga'nın evi ehtiyacı görün burada internetdə yazanda çıxır əslində. Deyim çıxacaq. Hayır, çıxmadı. Heç nə, can sağ ol. Hə, nəysə. İndi bir neçə sual verək. Mhm, Bir neçə sual verim, sonra dərsə davam edək. mhm. Misal deyək ki, mənim bir dənə static mesh folicim var. Yəni static meshim var. Onu folicə çevirmək istəyirəm. Necə çevirə bilərəm? Hə, foliage, okey. Keçirəm əvvəlcə foliage şeyə. Okay. İndi burada əlavə eləmişəm. Tutaq Mhm. ki, static mesh-i foliage çevirmiş. Tutaq ki, buna. Random bir static mesh seçin. Hə, fərqi yoxdur. Yəni static mesh olsun. Əsas məqsəd static mesh olsun. Bir dənə selection moda keçim. Sağ düymə. Close asset. Aha. Keçirəm solid foliage. Tuturam bura. Qrupu da işlətmisən, qrup məsələsini də işlətmisiniz deyəsən. Hə, hə. Meshləri qruplama, qrupdan Save. çıxarma. Okay, əla. Tamam, içində save edir. Çox gözəl. Əla. Yəni istifadə eləməyin. Şey, biraz kompüter Hə, donabilir. bildim. Aha. Tamam. Gözəl baş. Buradan da klikləyirəm. Aktiv olur. Al. Okay, əla. Yəni aktivdir. Tamam, başqa nə sual verə bilərik? Misal meşlər gözəldir. Misal, məsələn, səhnəyə əlavə elədiyim ağaclardan birinin lokasiyası və rotasiyası istədiyim kimi deyil, onu əllə ayarlamaq istəyirəm. Necə ayarlaya bilərəm? Deməli, LH select modda ağacı seçirəm. Okay. Seçdim. Tutaq ki, dəyişmək istəyirəm. Nə bilim, fırlatmaq istəyirəm. İndi bir dənə də sual gəlsin. Meş mənim biraz uzağımdadır. Mən meşə yaxınlaşmaq istəyirəm.
və ya çox uzaqdadır. Mən meşi seçib yaxınlaşmaq istəyirəm avtomatik. O bilmir. 2 dəfə klikləyirik, nə edirik? Yox, F düyməsinə basın, avtomatik meşin yanına spawnlanırsınız. Okay, beləcə. Hə, onu bilmirdim. Onu biz keçmişdik onu. Aha, hə, Bəlkə də. keçmişdik. Prosta qısa yol olaraq keçmişdik. Böyük ehtimal yadınızdan çıxıb, heç bir problem yoxdur. Okay. Hə. Prosta Bu şeydə də foliage-də işə yarayır, yaramır dəqiq bilmirəm. Bir dənə sınayın. Hə, yarayır. Okay. yarayır. Okay. Foliage də elədik. Okay. Belə. O da animasiyası olan Okay. var. O bu arada o materialla olur ha. Bu animasiya var ya əslində, bu hərəkət animasiyası. Mhm. Full materialla Hə, oynanır. bilirəm. Optimizasiya Baxanda. cəhətdən çox önəm verir həqiqətən. Hə. İndi mən niyə soruşum? İndi gələcəkdə oyun düzəldəndə tutaq ki, mən Fab-dan yüklədiyim şeylər mənə problem yaradacaq satışda. Belə deyim, Fab-da 3D artistlərin belə bir şeyi var. Lisenziya məsələsini bilirsiniz də. Meşlərdə bir standart pack olur, bir də professional pack olur. Standart pack-i alsaz, onu məsələn bir oyun üçün çıxartsanız, bu adama pul ödəməlisiniz. Ya bu oyunu təzədən, ya bu paketi professional pack olaraq yenidən almalısınız. Təəssüf ki. Standart packdə adam gəlib deyə bilər ki, mənim asetim işlətmisən. Standart paketi almısan və yəni səni qoymaya bilərəm. Bu oyunu çıxartmamağa qoymaya bilərəm. Steam-ə yazaram ki, mənim oyunumu çıxartmıyor. Asetimdən istifadə eləyib, amma paketimi almayıb, misal. Problem çıxarda bilər. Okay. Amma siz professional paket alsaz, adamın heç bir haqqı yoxdur. Jeda ona pul ödəmisiniz, lisenziyasını almısınız, istədiyiniz kimi istifadə eləyə bilərsiniz. Qiymətlər prosta çox baha olur da. Qiymətlər çox bahadır. Tövsiyəm bilirsiniz necə? Fab hər 2 həftədən bir, bildiyim qədərilə 2 həftədən birdir. Bir saniyə, mənim ekranıma bir dənə keçin. Tüm ekranlar paylaş. Okay. Okay. Fab hər 2 həftədən bir, bəzən də 3 həftədən bir yeni şeylər verir, paketlər verir, pulsuz bir şəkildə. Çox gözəl paketlər. Məsələn, satıcılardan necə deyirlər? Paketi alır, məsələn deyək ki, necə deyirlər? İstifadə üçün istifadə üçün məsələn satıcıdan alır, başlayır paylaşmağa. Yəni burada ana page-də paylaşmağa. Məsələn bax sürəli ücretsiz. Məsələn 4 Kasıma qədər 3 dənə məhsul ücretsizdir. Baxaq görə nə paketlər var. Məsələn bir dənə inşaat paketidir deyəsən. Aha. Proplardır, full proplardır. Bildiyim qədərilə qəşəng. Məsələn full proplu bir paketdir, özü də modlardır. Fikir verin. Modlar bir paketdir. Bunu tutun professional. Bax, kişisel olaraq da ala bilərsiniz, professional da olaraq ala bilərsiniz. Mən professional olaraq səbət əlavə edirəm. Bunu artıq mənimdir. Yəni istədiyim kimi, istədiyim oyunda istifadə edə bilərəm. Yüklənməsən belə məndə qalır da. Sadəcə buradan səbət əlavə edib library-yə atın və salam. Məsələn, buradan səbətə eklə deyirəm və buradan market hissəsindən bir dəqiqə buranı belə edeyim. Ödəməyi yap deyir. Bax fikir verin. Hamısını ödəməyi yap deyirsiniz. Bax fikir verin. Normalda 309 dollardır. Amma mən onu 0 dollara ala bilirəm. Please order deyirəm. Və rahat bir şəkildə artıq mənim library-imdədir, kitabxanamdadır. Biz çox vaxt məsələn bizdə fərqli necə deyirlər? İnsanların fab hesabları var. Yəni necə deyirlər? Bizim ofisdə olan insanların. Məsələn birində elə bir paket var ki, fab ilk paylaşanda pulsuz bir şəkildə idi və çox gözəl paket idi. Və hal-hazırda məsələn elə paketlərdən çox istifadə edirik. Həqiqətən çox vaxt qazandırır qısaca. O təbii ki. Bir dəqiqə kütüphanəmə indi görək gəldi. Bax gəldi üçü də. Kütüphanəmdə, kitabxanamda rahat bir şəkildə istifadə edə bilərəm. İstəyirsiniz siz də əlavə eləyin indi. Həftə 4 Kasımdan sonra mən bildiyim qədərilə yenisi gələcək. Baxarsınız, götürərsiniz. Bildiyiniz şeydir də, elə bir ki oyunlarda skindir. Skin tutub çəkirsiniz özünüzə ki mürik qalsın sizdə beləncə. O buradan daxil olur. Bir saniyə sizin ekranına baxım. Bir dəqiqə mən ekranı bağlayım. Ekranı izləməyi durdur. Sizdən ekrana baxım. Aha. Bax sınırlı sürəli ücretsiz. Bax ən aşağıda. 4-cü. Ona girin. Hamısını atın səbətə.
Nə oldu o? Gözləyin. Ha, okey. Ha, Açın. səbətə eklə. İndi bax orada bir dənə şey var. Ha, Kişisel ya da şey, professional. Kabul etsin. kapital. Kapitən. Bax orada kişisel olaraq səbət əlavə elədiniz. Onu dəyişdirin, professional olaraq dəyişdirin. Və yuxarıda kişisel yazıb lisans. Ha. Ha, onu professional Profesyonel. çevirin. Okey. Hayda, səbətə ekləyim gözləyim. Səbət əlavə edin ki, 3 dənə var da. Tamam. Beləcə. Buradan da daxil olan professional, səbətə eklə. Sonra buna daxil oluram. Səbətə eklə. Okey, bu qədər. Və yuxarıdan səbəti onaylayın. Vəssalam. Ha, biri kişisel idi. Bunu silək. Hı. Ya Ödəmələr. istəməyizə ehtiyac yoxdur. Avtomatik o özü select eləyəcək. Narahat olma. Okey. Əla. Beləcə. Və şeydir, Fabda gəzərsiz, baxarsınız. Maraqlı bir aset tapsaz, deyərsiniz mənə, mən onun kregini taparam, sizə atarım. Heç bir problem yoxdur. Və ya bizim uşaqlarda Krep kimsə yox da. O oyunlarda məsələn mən şey eləsəm, istifadə eləsəm, mənə hə, problem yaradır. məsəl fan bir şey düzəltmək istəyirsə, krek işlədə bilərsiniz, heç bir problem yoxdur. Amma oyunu satışa çıxardacaqsınızsa, yəni məsəl nəsə bir propdan lazım olar düzəltməyə və ya bir səhnə olar. Onun üçün lazım olarsa deyərsiniz, həll eləyərəm, heç bir problem yoxdur. İndi davam eləyək. Okey. Okey, siz ekranınızı bağlayın. Paylaşın. Okey. Polygon qrupu var burada. Bunları dedik subdivision məsələsi. İndi hələsi hərəsinə 2-2 atdım. Polygon qrupu var. Bu polygon qrupu nə işə yarayır? Bunu edit moda, mesh-i düzəltdikdən sonra, mesh-i accept elədikdən sonra mesh-in nə tərzdə editləyə bilərik? Quadlar şəklində, face şəklində, yoxsa shape şəklində editləyə bilərik? Bunun üçün istifadə olunur. Mən hələ ki per face-də saxlayacağam. Target position, hal-hazırda fikir versəz, mən səhnədə hara qoymuşamsa oranı targetlayır. Buradan on scene, ground plane desək avtomatik olaraq yerdəki plane-ə detekt olur və buradan hara istəsək qoya bilərik. Məsələn, bura qoydum. Burada bir də şey var, at origin var. Yəni bizim level'ımızın origin pivot nöqtəsini avtomatik olaraq tutur çəkir. İndi hələlik on scene eləyək. Okey. Burada pivot location var. Base avtomatik olaraq mesh'in base lokasiyası. Burada bildiyim qədərindən center, bir də top. Top olaraq dəyişə bilirik. Base əslində base bizim bu mesh'i spawn elədiyimiz base lokasiya əslində button olmalıdır. Base yox, button style'dır. Center və top. İndi bunu base alaq rahat bir şəkildə. Sonra bunlar qalsın. Gizmo size. Yəni bir uzaqlaşdırıb yaxınlaşdıranda poligonlar dəyişir. Hə, o elə o deyil. Bu səhnəyə əlavə elədiyim mesh, səhnəyə əlavə elədiyim bir layer'dır, yəni landscape-dir. Landscape-də də belə bir şey var ki, sən məsələn çox böyük bir landscape yaradanda onu sona qədər optimizasiya eləməsi çox çətinləşir. Buna görə də biz kameranı uzaqlaşdırdıqca ortada olan poligonu yavaş-yavaş çəkir şeyə, kənarındakı meşə. Bu da LOD kimi bir funksiyadır, qısaca. Ya optimizasiyadır deyək. Optimizasiya yöntemlərindən biridir. Əlavə elədiyimiz meşə, buradan material da verə bilərik. Misal bir dənə material. Məsələn belə bir material var, yüklənsin. Məsələn belə bir materialdır. Onun scale size-ını ayarlaya bilirik istədiyimiz kimi. UV map'inin scale size-ını. Məsələn deyək ki, bunun bu 5 olsun, 5 olsun. World space bu dünyanın, yəni world-ün UV scale-nə uyğun olaraq necə deyirlər, scale eləməsini, yəni scale eləyir. Bir də show wireframe, yəni bunun wireframe-ini göstərir. Əslində buradakı ilə eynidir. Lit-də məsələn necədirsə, lit modda necədirsə, lit modda avtomatik olaraq wireframe-i göstərir. Beləncə. İndi mesh-i düzəltdik. Bunu buradan mütləq bunun size-ını gizlədim. Okey. Və buradan mütləq accepted eləməliyik ki, mesh dataya düşsün. Yəni bizim content bura zıra düşsün.
Əgər Hı cancel-a -hı. bassaq, nə dəyişiklik eləmişiksə hamısı silinəcək. Accept-də Getirin. bastıq. Bu avtomatik olaraq content browserda bir lokasiyaya düşür. Bax misal, biz level content'i browserın içində idik deyə, bura bir dənə generated adında bir dənə folder yaradır. Folderın içində user'ın içinə atdı. Fikir verin. Hı -hı. Və özünə uyğun bir ID'si olur. Bunu istədiyimiz kimi sonra dəyişə bilərik. Məsələn, mən deyirəm ki, sığma altdan xətt, məsələn deyək ki, box olsun. Misal. Beləncə. Hı -hı. Eyni qaydada bunu shape üçün də eləyə bilirik. Məsələn, bunun necə deyirlər, radiusunu artırıb azalda bilirik. Bir O saniyə. hissələr Subdivision okeydir. falan filan. Yəni, hamısında da eyni qaydada. Təbii ki də, məsələn, silindirdə yüksəklik, genişlik, Hı. kapsulda məsələn Okey. qalınlıq, 3D torosda Max-dakı kimi. eyni qaydada. Sonra misal Stars var. Stars məsələn eyni Stars var idi bildiyim qədər. 3D Max-da var idi Stars. Var, var, hə, istədiyin Var. qədər Hə, artır, orada da çoxaldır eyni bilirsiniz. qaydada hündürlüyün, alçaqlığını ayarlaya bilirsiniz. Burada bir dəqiqə, hə bu şey, necə deyirlər? Disk deyək də, silindir yox, Disk. disk elə disk, düzdür, Disk, disk. hə. Disk formasında da var. Burada ekstra olaraq bunlar full eynidir. Yəni dəyərlərini dəyişdirib azalda bildiyimiz meşlər. Burada ekstra olaraq kub grid var. Bayaq dediyim kimi Minecraftdakı kimi blockoutdan bir şeylər düzəltmək üçün yarayır. Burada fikir versəz Hə. pull push var. E, Biri basır, biri qaldırır. aha. E, Məsələn, hal-hazırda məsələn səhnəyə kliklədikdə avtomatik olaraq 100-100 bir dənə bizə wireframe açır. Bunun qısa yolu, bu push pull'un qısa yolu pull'a basdıqda avtomatik olaraq mesh spawn edir. Push'a basdıqda o mesh'i silir. Bunda qısa Hə. yolu klaviaturadan Y Q'dur. Y-yə basanda spawn edir, Q-yə basanda silir. Slide back hə bunu slide back, slide forward nədir? Onu göstərim. Slide back bayaq biz Y-yə basanda pull elədik. Bir saniyə. Bayaq biz Y-yə basanda pull eləyirdi. İndi Shift Y-yə basanda önə göndərir. Bir blok yuxarı göndərir. Məsələn, bir hissəni ignore eləmək istəyir. Yəni deyirik ki, məsələn, burada pəncərə olacaq. Misal belə olacaq. Bura belə olacaq. Buradan Shift E-yə basıram. Buranı ignore eləyirəm və yuxarını extrude eləyib beləncə bir şey alıram. Misal. Aydındır. Okay. Corner mode. Hə, corner mode bu mesh'in bir dəqiqə. Bildiyim qədərilə bu bir saniyə. Show grid, gizmo size. Bir dəqiqə. Bir saniyə bu qalsın. Tamam, bunlar qalsın bir saniyə. Hə. Orijinlər, orientation, grid, gizmo, bir saniyə. Cancel. Yes. Paneldə bir dəyişiklik gördüm. Belə deyil də bir dəyişdirib var paneli. Grid aktiv eləyək təkrardan. Aha. Meşə əlavə edəndə bax fikir versəz 100-ə 100'lük bir grid yaradır bizə. Bunu istədiyimiz kimi buradan dəyişdirə bilirik. Current block size. Bunu istəsək 10'a çəkə bilərik, istəsək 1000 eləyə bilərik. Və buna uyğun bizə şeydir, grid verir. Fikir versəz, baxın. Aydındır. Okay. Misal 10'a 10'luq bir grid yaradır. Fikir versəz daha kiçik bir grid size yarandı. Fikir verin. Okay. Və bunda istədiyimiz kimi editləri eləyə bilirik. Burada blocks per step var. Bu nə işə yarayır? Misal biz Y-yə basdıqda bircə dənə blok yaradır. Fikir verin. Bir dənə blok atdı. Bunu məsələn desək ki 6'ya çəksək, 6'ya çəkdik. Extrude'a basırıq və fikir verin 6 dənə blok yaratdı. Beləncə. Grid power, bir saniyə. Grid power əslində hə. Grid power nə işə yarayır? Bunun da haqqında kiçik məlumat verim. Bizim
bu yaradılan wireframe var. Bir dakika landscape'i bir dənə sileyim. Görünmür çox vaxt. Bir saniyə istəyim. Bunu bir dənə silim landscape'i ki rahat bir şəkildə görə bilək. Modelingə qayıdım. Grid'e gəldim. Bax fikir verin. Bunun ölçüsü, yəni power, yəni gücü deyək. Hə, Misal hə. hazırda 1-dir. 5 desək fikir verin. Gör hara qədər Hə, gedir. böyüdür. Okay. Ya mesela daha böyük bir iş görürsə grid power'ı böyüdün. Daha kiçik bir iş görürsə grid power'ı kiçildin. Daha rahat olsun sizin üçün. Burada göstərə biləcəyim məsəl biz əlavə etdiyimiz gridlərə material verə bilirik eyni qaydada. Hı. Misal hal-hazırda kiçik bir grid yaradım. Məsələn 10-a 10'luq bir grid yaradım. Məsələn span elədiyim, deyim ki məsələn birinci span elədiklərim çəhrayı rəngdə olsun. Məsələn, misal. Hı. İkinci span elədiklərim daha fərqli bir rəng olsun. Bax fikir verin. Daha bir rəngə Wow. bölündü. Okay. Tabii material, bax fikir verin material sürüşdü. Materialın sürüşmə səbəbi bu mesh'in içində, yəni bu materialın içində bir data var. Yəni bu bax World Position Offset datası var Aa, deyə mesh'imiz sürüşdü. aydın. Okay. Animasyon da şeydir. Ha, animasyondur qısaca. Eee Extrude Polygon var. Yox, ha, Extrude Polygon var. Bunun funksiyası nədir? Misal, necə deyirlər? Oyun motorlarında məsəl, yox, oyun motorlarında yox, direkt 3D Max-ə gedək. 3D Max-də məsəl bir vertex-i tutub, qoyub, sonra da başlayırıq extrude eləyə. Məsəl bir forma Aha. düzəltməyə. Eyni qaydada, eyni funksiyaya yarayır. Bir saniyə. Təbii ki də bunda belə bir funksiya var ki, sən mesh'in sonunu birləşdirməlisən. Sonunu birləşdirməsən şey eləmir, aksept olmur. Və istədiyimiz ölçüdə e, necə deyirlər, formalaşdırmağa, yəni uzatmağa, windi yüksəltməyə imkan verir. Nə qədər istəsən uzada bilirsən windi. Aydın. Uzatdın, complete-də bastın və belə bir mesh yarandı. Okay. Extrude path nə işə yarayır? Extrude path bir dəqiqə. Hop, hazırda mesh select eləmişəm deyə. Bir saniyə. Fikir verin. Bir dakika. Bildiğin kadarıyla Xcode Polygon'dan eyni işe yarıyor. Sadece bunda bize bir figur verir. Enter'e basak. Ay. Ve bir saniye. Misal belə bir figur deyək. Ha. Polygondan fərqli olaraq silindrik bir mesh düzəltməyə yarayır. Mesela buna və bunu da eyni qaydada uzadıb kisilə bilirik. Fikir verin. Aydın. Okay. Sonra Revolver Path ne işe yarayır? Bir dakika. Bunu bir saniye. Bir saniye çok meş var. Okay. Avtomatik olarak bize belə bir necə deyirlər, səthi yaradır. Eyni grid kimi. Bunu istədiyimiz kimi yerləşdirə bilirik sətdə. İstəsək dikinə, istəsək yatay formada. Sonra Hı. bunun üstündə eyni Extrude Path kimi ya da Extrude Polygon kimi Aha, aydın. çizim yarada bilirik. Yarattıktan sonra bir saniye. Mesela birleştirək. Bizə yumurumsu. Bax fikir verin. Yumru şəkildə bir mesh verir. Bildim ya biz şeyde latte deyirlər buna. 3D Max-da. Aha. Ama Evet. maksimum minimum söhbəti var. Maksimum qoyanda desən tam formalar. Bunda belə bir dənə pis şey var, pis funksiya var. Mesh'in orta, yəni pivot nöqtəsində data tutur. Bir dənə o hissəsi pisdir, amma qalan hər şey yaxşıdır. Misal deyək ki, bayaq dediyim kimi, məsələn biz sütun düzəltmək istəyirik. Hı. Sütunu yaratdıq. Bax fikir verin, içində data tutur. Mesh datası tutur. Bir dənə o hissəsi pisdir, amma qalan hər şey yaxşıdır.
Mesela buradan dərəcəsini ayarlaya bilirik, degree-də ayarlaya Bu bilirik. bu 3D Max-ı da tutur belə eləyir. Hə. Prosta bunu hardasa 3D Max-ı belə bir şey var. Flip yox. Weld deyirlər, weld. Aha. Elə bir nöqtəni birləşdirir orta nöqtəni. Çox güman ki, burada da var o. Böyük ehtimal var. Baxacam. Yəni yəni çox adamdan soruşmuşdum. Ya mən də qarşılaşmışdım bunu ilk öyrənəndə. Demişdim ki, yəni bunun ortasında data tutulur, həm də optimizasiyada təsir edir. Yəni araşdırdıq, gətirməmişdilər. Midpoint nə işə yarayır? Flipləyir bu, yoxsa? Hə, başdan öyrədə gedim, bildim nədir funksiyası. Buradan istədiyimiz kimi dərəcəsini ayarlaya bilirik. Hə, o bildim. Dip offset, yəni başlanğıc son nöqtəsini ayarlaya bilirik. Ya hardan başlasın kəsməyə, hardan başlasın. Ya döndürmək kimi bir şey də, döndürmə funksiyası yarayır. Bildim, bunu bildim. Və fikir versəz, bir dəqiqə bunu lapitə keç, wireframe-ə keçim. Buradan bunun nə qədər necə deyirlər, face size olsun və ya da necə deyirlər, triangle size olsun, ona istədiyimiz kimi ayarlaya bilirik. Subdivide kimi, subdivide-dən biraz fərqli olaraq mesh-i şey eləmir də, yumşaltmır. Ya face əlavə eləyir. Bir saniyə. Step. Hə, buradan istəsək dərəcə olaraq ayarlaya bilərik. Fikir versəz, burada float dəyər verir, bax fikir verin. Tamlı dəyər verir, tamsız dəyər verir. Yox, tamlı yox, sorry. Tamlı dəyər verir. Amma buradan istəsək, necə deyək, integer dəyər, yəni tamsız dəyər, vahid dəyər olaraq da ayarlaya bilirik istədiyimiz kimi. Yüksəkliyini ayarlaya bilirik. Bu nə üçün istifadə olunur? Məsələn, deyək ki, misal, bir dəqiqə, tək keçim. Pilləkən vari deyək daha çox. Məsələn, 10 kimi bir şey eləmək istəyiriksə, buradan istədiyimiz kimi ayarlayıb, dərəcəsini fullləyib, məsələn, belə yumurun vari bir şey düzəltmək olar. Okay. Sonra burada göstərə biləcəyim bu qalsın. Flip mesh. Mesh-i fırlamağa yarayır. Normal qalsın. Bir dəqiqə bu. Bir dəqiqə. Detectors. Bu deyəsən threshold. Sharp normal threshold. Bu yumşaqlıqla əlaqəli bir şeydir və hal-hazırda dəyişiklik eləsəm də dataya heç bir şey düşmür, əcaibdir. Bir dəqiqə. Bir saniyə. Yox, dataya bir şey düşmür. Bir dəqiqə. Ya əsl kəskinliklə əlaqə. Kəskinlikdir, hə, nəsə. Amma burada heç bir dataya dəyişiklik düşmür. Bəlkə ola bilər ki, texturing də elə bir yumşaqlıq yox, sərt göstərir o şeylərin qıraqlarını, line'larını. O ola bilər. Amma hal-hazırda bir dəyişiklik görə bilmirəm. Okay. Nəysə, qalsın. Tamam. Bastım edim onu. Midpoint-ini ayarlamaq. Bu aşağıdakı funksiya path at midpoint, point nöqtəsini ayarlamaya yarayır. Point nöqtəsini dəyişə bilirik istədiyimiz kimi. Və bax fikir verin. Midpoint-i dəyişdirdikdən sonra istədiyimiz kimi edit eləyə bilirik. Beləncəni. Per face, per shape bu eyni data. Məsələn, sonradan edit eləmək istəsək, nə tip, hansı qruplarla edit eləmək üçün istifadə olunur. Guard strip mode bu əsasən necə kod tərəfindədir. Bunu saxlayacağam. Confill mode center datanı hardan çəksin? Centerdən çəksin, yoxsa mesh-in pivot nöqtəsindən çəksin? Bunu ayarlaya bilirik. Bir də aşağı hissədə material datası var, eyni qaydada. Burada material istədiyimiz kimi dəyişə bilirik. Bunu əks eləyək. Misal beləsinə bir mesh. Drive spline var. Drive spline-ı Drive spline var. Prosto bunu spline-dan göstərməliyəm. Bir saniyə.
Add panelindən səhnəyə bir dənə spline əlavə eləyək. Ya da direkt buradan extrude spline'la da bildiğim qədərilə əlavə eləmək olur. Bir saniyə. Bir dəqiqə, yox. Buradan əlavə eləmək olmur. Çünki meshdən birinci mesh olaraq spline əlavə eləməliyik. Spline mesh aktor əlavə edirəm səhnəyə. Burada bizim spline'ımız var. Spline mesh'imiz var. Fikir verin. Bunu görürsüz. Bunu istədiyimiz kimi dəyişdirə bilirik. Ya forma verə bilirik. Bildiyin şeydə modelleme proqramlarındakı Bezier kimidir. Bezier bildim. Və şeydir, əgər istəsə bu məsələn bunlardan çox olsun, məsələn deyək ki, vertexlərdən çox olsun. Bunu alta basaraq çoxalda bilirik. Bir dəqiqə. Niyə artmır? Bir saniyə. Normalda alta basanda dataya düşdü. Tamam. Bəs burada hal-hazırda 2 dənə mesh varmış kimi göstərir. Bir saniyə. Bir dəqiqə. Draft spline. Draft spline nəsə... Ay, gəldi. Tamam. Çəkir də, Draft spline-a basanda avtomatik olaraq əslində gəlmədi, bayaq gəlmədi. Ona görə acayip qaldım. Bastıq. İstədiyimiz kimi spline'ları əlavə eləyə bilirik. Tutub çəkəndə şey olur, avallıq yaranır. Tutub çəkəndə bir saniyə. Misal bunu yox. Hal-hazırda əlavə eləyə bilirik. Loopla bağlaya bilirik. Yəni təkrarlanma olsun mu olmasın mı onu bağlaya bilirik. İllüstratorda kimi də tutub basıb çəkəndə qulaqlar asılmalıdır. Okay. Empty aktor nədir? Output mode. Burada istədiyimiz kimi aktor əlavə eləyirik. Targetdan, yəni necə deyirlər? Meşin üstə məsələn boru kimi bir şey düzəltmək istəyirik. Meşə aktor əlavə eləyib. Onu istədiyimiz kimi büşə bilirik. Misal olaraq. Create blueprint isə məsələn bu hər hansı bir blueprint klassı yazmışıq, kod yazmışıq. O kodu bu spline içinə atıb çalışdıra bilirik beləncə. İndi sizin dediyiniz o yumuşaqlıq məsələsinə bir dənə baxaq. Bildiyim qədərilə olmalıdır. Face draft. Bir saniyə. Yox, burada yoxdur. Bir saniyə. Yox, çəkəndə elə bir... Çəkdikdən sonra, bilirəm. Sizin dediyiniz kimi meşin şey olmur. Əyirmə əymək üçün olur, amma bunda yoxdur. Yox, çəkəndə olmur, çəkəndə. Çəkərkən, bana fikir verin, çəkərkən bir dəqiqə. Basıb saxlayıb dartanda gör alınır. Alınırmış ki. Düz deyirsən, elə şeydə kimiymiş. Düz deyirsən, 3D Max-də kimiymiş. Fikir verin. Bütün proqramlarda elədir. Təməl məntiq olaraq. Misal. Mesela bunu da birləşdirək. Looplayaq. Tamam. Bunu da accept eləyək. Sonra bu meşdəyə kimi, eyni bu meşdəyə kimi. Bunlar da yumurluq verə bilir. Bax fikir verin. Aydındır. Beləncə. Və ya bu meşə. Beləncə. Və circle'lar olur. Yəni istədiyimiz kimi orta nöqtəsini və ya küçü nöqtəsini istədiyimiz kimi ayarlaya bilirik dərəcəsini falan. Okay. Beləncə bir dəqiqə görüm bu paneldə göstərə biləcəyim bir şey yoxdur. Select. Məsələn buradan necə deyirlər? Meshimizə loop necə deyirlər? Kəskinlik. Bayaq kəslər atdıq, subdivision atdıq. Eyni qaydada burada da subdivision ata bilirik. Poligonları edit edə bilirik. Bayaq dedim, qrup modunda hansı modda məsələn fərqli qrup modları var idarə etmək üçün. Məsələn polygroup edit eləyəndə burada bax oyun motorları ilə yəni şeydən 3D Max-dən eyni qaydada. Məsələn bevel eləyə bilirik, extrude eləyə bilirik, insert, merge, flip eyni qaydada. Heç bir fərqlilik yoxdur. Bir dənə bevel'a vuranda görün nə olur. Bevel'ı biraz daha sadə meşdə göstərir. Biraz qarışıq meşdə biraz baş qarışdıra bilər. Bir dənə məsəl səhnəyə bir dənə box əlavə edeyim. Bu materialı silim, daha rahat olsun. Və misal deyək ki, məsələn face'lər belədir. Hadi deyim 200-ə bir meşdir. Bevel'da biraz sistem fərqli işləyir. Bir dəqiqə. Məsələn edit
deyirəm. Bevel eləmək Hı. üçün bir saniyə. Bax fikir verin. Meşin künclərini götürdü. Aha. Bir də dartaq görək. Bax Aa. fikir verin. Bu Subdivision verə bilir. transfer də Necə? buna transfer deyirlər bir şeydə. Çox vaxt bevel O gedir. yo, məsələn şeydə 3D Max-da buna transfer deyirlər. Qıraqlarına elə bir yumşaldır transfer. Hə. Ay, Bevel məndə necədir? Tutaq 3D Max-da da daha doğrusu. mhm. Poligonu elə bir ki azaldır, teksturu sosiyə verə bilirsən. Okay. Buradan radiusun kəskinliyini artırıb azalda bilərik istədiyimiz kimi. İstəsək içə doğru köçüb bir şey Doğru. düzəldə bilərik və ya qalınlaşdıra bilərik. Yəni çölə doğru çıxmasını Okay. edə bilərik. Sonra subdivision ayarının dəyərini artırıb azalda bilərik. Məsələn, deyək ki, daha çox, daha geniş bir subdivision olsun, daha kiçik bir subdivision olsun və ya loop cut-ın nə qədər loop cut olsun, onu da istədiyimiz kimi ayarlaya bilirik. Bir dəqiqə, wireframe-ə keçim. Eyni qayda. Məsələn 2-dir. Məsələn 5 eləyək daha çox. Misal. Belə deyim Ə, də, bu modeli 3D Max-a yığıb bura tullamaq daha yaxşı olar, yoxsa burada işləmək daha optimizasiyon ola bilər? belə deyim, blockout bir iş görəcəksənsə, modeling panel həqiqətən çox işə yarayır. Amma misal Jedi orijinal meşlərə keçmək istəyəcəksənsə, burada blockoutda olan meşi tutub çölə eksport eləmək olur. Aydındır. Blockoutda düzəltdin, indi eksportda öyrədərəm. Blockoutda düzəltdin leveli. Ücə blockout hazırdır. Axlında plan hazırdır. Nə level necə olacaq, hara gedəcəyik, hara gələcəyik falan filan. Sonra meşləri götürürsən, 3D Max-ə atırsan və meşin ölçü datası artıq sənin əlində olduğu üçün rahat bir şəkildə işləyə bilirsən. Aydındır. Okay. Bunlar material ID-lərinə əlaqəlidir. Məsələn, material neçə dənə material ID-miz olsun? İndekslə götürür datanı. Məsələn, deyək ki, bu meşin 4 dənə material ID-si olsun və ya 5 dənə material ID-si Hə, olsun. belə deyək, bir üzünə başqa material, bir üzünə başqa Aha, material. aha. O material adı daha düzdür? Okay, okay. Material ID-si. Aha, doğru. Beləncə. Təbii ki də məsələn bu bevel-ı istəsək face-ə görə də eləyə bilərik. İstəsək vertex-ə də görə, yəni necə deyək, künc nöqtələrinə görə də eləyə bilərik. Və ya Burada biz izlər. zaten aşağıda qoşul, hə, orada Aha, bax qoşulur. fikir verin, vertex, each face. Məsələn, each seçdim, avtomatik olaraq bu each-ləri select eləyə bilərik. Hə, Misal olaraq. Bu şəkildə. aydın. Burada ekstra olaraq fərqli funksiyalar var. Məsələn, show wireframe bayaq da eyni qaydada. Məsələn, məsələn burada başqa göstərməyimi istədiyiniz bir şey var. Məsələn, modeling. Aslında yox, eyni şeydir. Okay. Eyni şeydir. Baxarsınız, məsələn deyim, qurcalayarsınız. Əgər məsələn anlamadığınız biri olarsa, digər dərsdə deyərsiniz, onları başa sala bilərsiniz. Problem yoxdur. Okay. Okay. Tin select. Bu əsasən triangle-la əlaqəlidir. Məsələn, triangle-ları select eləyə bilirik. Və eyni qaydada. Bunları silə bilərik, insert eləyə bilərik, böyüdə bilərik, extrude kimi də. Aydındır. Okay. Transform panelinə gələk. Bu transform paneli həqiqətən çox işə yarayacaq. Əsasən məsələn xaricdən içəri mesh import eləyəndə pivot nöqtəsi var bu. Aha. Bəzən xətalı gəlir. Misal, Hə, bildim. deyək kamera Dünyanın o hal-hazırda başında qalır. məsələn bu meshdir. Məsələn belə bir məsələn eynək qabıdır. Meshin pivot nöqtəsi burdadır, amma mən mərkəzdə olmasını istəyirəm. Bunu istədiyim kimi dəyişə bilirəm. Misal olaraq. Burada meşimə toxunuram. İlk olaraq meşi content browserdan səhnəyə atıram. Səhnədə edit pivot var. Pivota basıb buradan avtomatik olaraq istədiyim kimi center, button, top, left, right, back, forward və ya word origin, yəni dünyanın orijininə görə ayarlaya bilirik. İstədiyim kimi. Məsələn bunu deyirəm ki, mən centerdə olsun, centerə atıb apply edirəm, avtomatik olaraq apply olur. Bir də misal bəzən oyun motorlarında çöldən importladığımız meşlər hədsiz böyük gəlir və ya hədsiz kiçik gəlir. Hə, indi gəl bunu təzədən şeyə at, 3D Max-də ayarla, təzədən içəri importla, proses uzanır, hədsiz uzanır. Bunun üçün də sağ olsun Unreal bizə gözəl bir funksiya verir. Misal deyək ki, məsələn mənim meşimin ölçüsü çox kiçikdir. Gəlirəm buradan. Meşi scale edirəm. Bax fikir verin, hazırda scale datası 1-dir. Məsələn deyirəm ki, mənim meşim çox böyük olmalıdır, 5 olmalıdır. Fikir verin, ölçünü böyütdüm. Burada bake transform var. Fikir verin.
Buna basıram. Avtomatik olaraq Hı Bake -hı. Rotation, Bake Scale, Bake Pivot hamısını apply eləyir. Artıq Ha, mən bu yəni meşi Content Browser-dan bir tutsam, budur çəksəm, yəni. eyni dataya sahib olacaq. Fikir verin. Aydındır. Okay. Deform paneli qalsın. Bura biraz qarışıqdır. Sonra modeling panelində eyni qaydada məsələn buradan bir dəqiqə. Burada editdə polygroup edit var. Modelingdə Hı -hı. eyni qaydada, eyni funksiyalardır. Burada fərqli olaraq nə var? Mirror var. Eyni qayda. Mesh tutub mirrorlaya bilirsən. 3D Hı Max-dəki -hı. kimi. Polycut eləyə bilirsən. Məsələn, meşi ortadan kəsə bilirsən. Plane cut, Kəsərəm. ya kəsmək yox əslində. Necə deyirlər? Bir dəqiqə lap göstərim. Məsələn, bu meşimdir. Ayırmaq da belə bunu. Meşimdir, misal. Bax fikir verin. Bizə meş verir. Ona Ha. uyğun kəsmə eləyə bilirik. Ha, Məsələn, circle dəyişib kvadrat da eləyirəm. məsələn, çox şey, məsələn, fərqli şeylər də əlavə eləyə bilirik. Bir dəqiqə, normalda bir dəqiqə trimdir. Bu əslində ya Blenderda nə gedirdi? Union zat gedir belə şeydə tirdim axsarda. Bir dəqiqə ya outline idi yoxsa? Bir dəqiqə. Adı çox fərqli gedir. Hər necə deyirlər? Hər bir proqramda fərqli ad Tirdim axsı qoyurlar. Union gedir. Okay, Union gedir, qəşəng, gözəl. Loopcut yox, loopcut getmir. Bir dəqiqə. Outside deyəsən, editdə, mesh generate'də. Boolean. Ha. Boolean. Boolean. Ha, Ha. Boolean. Boolean Ha, var. belə. Hı? Yox, o Boolean'dur. Boolean yox, yazılış fərqi var. Aha, yazılış fərqi. Şeydə də elədir, elə tirdim axsı da elədir Boolean. Aha. Buradan istədiyimiz kimi ayarlaya bilirik. Yəni məsələn deyək ki, içini ignore eləsin, çölünü ignore eləməsin misal. Məsələn, hə buradan bunu axtardım bayaqdan. Bir dəqiqə. Məsələn deyək ki, bizə circle, yəni yumru bir mesh lazım deyil, bizə daha fərqli. Məsələn deyək ki, kvadrat formasında. Və ya rectangle. Çox fərqli şeylər var. Custom da əlavə edə bilirik. Custom'ın gözəl yanı. Bir dəqiqə, custom'da mesh-i hardan əlavə edirik? Gözəl sual odur. Draw polygon deyil aşağıdan. Bir dəqiqə, harda? Draw polygon, ha. Yox, draw polygon, bir saniyə. Yox, draw polygon məsələn biz bunu sürüşdürəndə dataya bəzən düşmür. Ha, bir dəqiqə. Draw polygon deyil. Ha. Bir saniyə. Polycut'da. Ha, düz deyirsən. Custom'da draw polygon gəlir və buradan doğru deyirsən. İstədiyimiz kimi kəsəyi ayarlayıb ayarlaya bilirik. Çox gözəl. Beləncə. Və accept edib bunu avtomatik olaraq silə bilirik. Və bu mesh datası avtomatik olaraq Content Browser-a düşür. Aha, doğru. Plane cut məsələn ortadan bölməyə yarayır. Məsələn meshi ortadan ikiyə bölə bilirsən istədiyin kimi. Sonra burada trim selection var. Məsələn select panelində eyni. Trim select eyni qayda. Voxel qalsın, bake qalsın. Məsələn materialları, teksturaları bake eləmək olur bu material dərsində keçirsən bunları və UV-ləri istədiyimiz kimi ayarlaya bilirik. Okay, beləncə. Modeling paneli bu qədər. İndi Əslində belə deyək, elə bir ki, modeling panelində 3D Max-ı yerləşdirdilər də bir növ belə bir şey. Eyni, toş-toş. Əslində Mayadan götürüb çəkiblər, amma 3D Max-la Maya eyni proqramdır deyə, aha düz deyirsən. Eyni şirkətdir də, Autodesk-in ikisi də. Belə. Modeling dərsində taskım bu olacaq. Sizin proyekt var idi. Orada bildiyim qədərilə gəm var idi. Doğru?
Aha. Gəmini blokatdan düzəltməyiniz. Hə, prosta gəmini, otaqlarını düzəldməyə vaxt çatdırmayacağam, amma sizə belə ümumi Belə gəmini deyim, düzəldərəm. gəmini düzəldərsiniz. Deadline çox verəcəm. Hardasa bir həftə verəcəm, rahat bir şəkildə işləyə bilərsiniz. Çox özünüzü yormayın. Vaxtınız olduqca kiçik-kiçik, lap hamısını birdən düzəldin, gəminin hamısını düzəldin demirəm. Kiçik məsələn bir səhnəni, gəminin kiçik bir səhnəsi belə olar, fərqi yoxdur. Eee, Bir interyerin rahatlığına düzəldə bilərəm aha, gəminin bir zaten interyerini. şeydir, 3D artistsiz deyə rahat bir şəkildə bilirsiniz yəni. Bütün tutuları rahat bir Hmm, şəkildə bilirsiniz. Sadəcə istifadə eləməyiniz qalır. təbii ki. Hı Elə -hı. neçə vaxt elə şeydə ArtStation-da ya, ArtStation-da şeylərə baxıram. O gəmi interyerlərinə. Düzdür, Aha. azdır, çox azdır. Baxıram orada şey edirəm, maraqlanıb ki, hansı qəşəngdir. Çox da ArtStation-a çox fikir almaq olar. Bir növ ArtStation-dan Pinterest kimidir ora. siz fikir tapa bilərsiniz. Çünki belə deyim də 3D artistlərin məkanı oradır. Həm material artistlər, həm 3D Hə, artistlər. Yəni məkanı buradır. 2D artistlər də çox vaxt burada olur. Çox nadirən azal. mən görmüşəm ki, necə deyirlər? Fərqli necə deyirlər? Məsələn UX UI dizaynerlər çox vaxt burada olmur. 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 Hətta UFC nə dəxsi var ki bura? Hə, misal. Burada əsasən şeylər rəssamlar da var, çoxdur burada. Amma əsası game rəssamlar da. Oyun rəssamı yəni. Çünki o artist yəni Fab-dan əvvəl ArtStation olub və ondan Hmm. sonra Fab gəldi. Artıq belə deyim də ArtStation da əslində Fabın daxilindədir. Amma hələ də migrate funksiyası əlavə olunmayıb, bilmirəm niyəsə. Bildiyin Migrate nədir? assetlərini bir dəqiqə satış bir saniyə yayına. Bax ilanları taşı var. Bax misal məndə Sketchweb-də assetlər vardı. Onları rahat bir şəkildə daşıya bilmişdim mən bu tərəfə, Fab tərəfinə. Amma misal Ha. burada əslində ArtStation-da olmalı idi və QXL-də olmalı idi. Və bunlar hələ datalara köçmədi. Əslində Ha. ArtStation-dan Sketchfab 2000 bir dəqiqə hazırda 2025-dir. 2024-ün son çərəyində, yəni dekabr ayında bağlanacaqdı. Amma niyəsə hələ də bağlanmayıb. Hmm. Böyük ehtimal aralarında ArtStation-dan model də işləmiyordur da, sən satışa sunurlar bu səhnəni. ArtStation-dan aha model də yükləyə bilərsiniz, material da yükləyə bilərsiniz istədiyiniz kimi. Amma bu şeydən Free amma yoxdur ha burada. free çox azdır. Gərək axtarasınız shopdan, marketplace-dan axtarasınız. Yəni tövsiyəm Qabağım marketplace-ə girin, buradan price-dan sıfıra çəkin hamısını. sıfıra çəkə görə nə var orada? Məsələn, fərqli assetlər. Məsələn, belə assetlər var. Hmm. Misal Bir belə bir dəqiqə, karakter paketi var. Aha, bir dənə daxil ola var ha, mümkünsə. Buna Bunu professional şəkildə ala bilirik bunu da. bir dənə hansına girim, məsələn, bir dənəsini deyin. Bunlar deyəsən Evet, 2D-dir. o şey var ya, Bu. şey var ya, hə o. Okay, buna bir dənə baxaq. ZBrush-dır məsələn, ZBrush paketidir. Standart paketidir. Yox, bir dəqiqə. Bayaq məsələn pulsuz paket olaraq paylaşıb. Prosto Cloud Samples. Yəni bax fikir verin standart lisans. Hmm. Adam özü Professional üçün vermir də. professional paket açıb. Bunu 34 dollara qoyub. Amma standart paketi yəni pulsuz bir şəkildə paylaşıb. Amma məsələn fikir verin burada standart lisansı da var. 6 dollar. Ya böyük ehtimal bunu qoyub ki, məsələn insanlar baxsın, modelə baxsın, bəyənsələr max paketi alsın kimi bir düşüncə yaranıb. Və əslində məntiqli fikirdir. Bu əsasən satışı çox yüksəldir. Məntiqli də, hə. Aha. Bildiyin mən dedim karakter paket deyilmiş, diş paketiymiş. Ha. Ya adamlar manyak dişlərini düzəldir. Şey də var da, elə mən burada oyunumda istifadə elədim də məsələn burada da. Bu dişi hardan biləcək ki, immünə olan dişi? Tövsiyəm bilsiniz nə edin? Modeli götürün, modeli çəkin. Belə bir qayda var. Sən modeli götürdün. Üstündə dəyişiklik elədin var. O artıq Sənin. onun haqqından çıxırmış kimi deməyək. Adam tanımasa, yəni heç bir fərqi yoxdur. Təsəvvür edin, elə artistlər tanıyıram ki, başqalarının modelini götürür, edit eləyir və təzə modeli satır. Və adam ya 1 qram düyük düşmür. Yəni çünki şey dəyişdirilir, mesh dəyişdirilir, forması dəyişdirilir. Yəni tövsiyəm əgər istəyirsinizsə eləyə bilərsiniz. Həqiqətən çox işinize yarayır. Və belə deyim də siz daha çox animasiyalarda düzəldirsiniz, səhnələr qurursunuz
Məsələn, Hə. onlarda məsələn belə bu şeyləri istifadə edə bilərsiniz. Çünki animasiyadır, bir şey satmırsınız, sadəcə bir videodur. Ya onu Animasiyada çox elə hərləmirəm o şey. Elə Mhm, nə gördə götürüb yükləyirəm, verirəm, gedir də. Yəni mhm, durub ona şey də verən olmur. Nədir o? Müəllif hüququ istəyən də olmur. Arazda paylaşılır məsələn. Kim ki o lisans istəyəcək. dadı ciblərinizə yəni. Hə, çox hərləmirəm. Lisans Ha, məsələsi, Arazın aha, Arazın bir dəfə videosunu şey eləmişdilər. Nədir o? Mən hazırladığım mhm, müəllif hüququ problemi yarandı. Bildiyim bağladılar da. Elə bir ki, şeylə bağlı, Novruz bayramı ilə bağlı bir dənə video düzəltmişdim. Orada backgroundda bir dənə musiqi qoymuşdum. mhm, Sarabska adında bir musiqiçi, bəstəkardır, nədirsə, Cavan oğlan deyə. mhm. Onun elə bir musiqisini götürdüm, qoydum ora. Xoşuma gəldi, elə bir uyğun gəlirdi. Şimdi bunlar da paylaşan kimi bu tapdı, dedi ki, bəs mənim musiqimi istifadə eləmisiniz, bəs mənə oradan pul verin ya da ki, bloklanır. Bizimkilər də təbii ki, dedilər ki, yox, bu qələt elə pul nədir, nə. Heç nə oradan gedən getmir. Axşam oldu, bir də baxdı ki, video silinib. Hə. Instagram bloklayıb. Ya Instagram ya böyük ehtimal bilirsiniz necədir tema? Siz videonun səsi qoyan kimi avtomatik olaraq o video taqlanır şeyə. Ola Səsləndirmə bilər, sənətinə. hə, Oradan ola bilər. tapıb deyib ki, qardaş bizim niyə səsimizi istifadə etmirsiz? Səs təəssüf ki elədi. Biz də əsasən səslərdən istifadə edəndə diqqət edirik. Çünki orada təlif məsələsi çox yaranır. Hə. Bizdə sonda artistlər var. Çoxu bir yerdə işləyir. Yəni hədsiz dərəcədə bir yerdə. Çünki enstrumanlar zadlar çox baha olur. Bunun üçün də Hı. belə eləyirlər. Bir dənə studiya açıblar, studiyaya lisans alıblar. O lisansa əsasən şey eləyirlər, səs paylaşırlar. Bəs yaxşı, mən istədiyim musiqini də, tutaq ki, oyunlarda olan background Aha. musiqisini şey edə bilirəm, professional şəkildə alıb istifadə edə bilirəmmi, yoxsa yox? Məsələn, indi studiolarda ya prof şeydir, necə deyirlər? Zaten Element Envato'da var hər cür Ya musiqi, indi yəni oradan belə deyim də, onun səsləndirmə sənətçisini tapıb. Əgər adam paylaşıbsa musiqini, deyir ki, mənim məsələn təlif haqqımı alıb istifadə eləyə bilərsiniz deyirsə, eləyə bilərsiniz. Amma yoxdursa biraz çətin olacaq o iş. Ya adam gərək tab, yox, əziyyət biraz uzun çəkəcək. mən məsələn Element Envato'dan musiqi yükləyirəm, Mhm. düzdürmü? Element Envato zaten onun üçün də, yəni mən ona pul ödəyirəm, plat Aha, edirəmsə, hə, bu o onda heç demək bir problem mən yoxdur. Yəni istifadə eləyə bilərsiniz. o şey. Sadəcə lisanslara oxuyun, diqqət eləyin. Bəzən problem çıxa bilər. Çox nadirən olur amma. Beləsinə. İndi isə davam eləyək. Okey. Yorğun deyilsiniz. Məncə qalsın, hələ müştəri də var. Okay. Modelin hissəsi mənə elə gəlir tam o aydındır. Okay. Orada yaranan Blueprintdən sual biraz yox. başa salacaqdım. Blueprintdən kiçik bir kod başa salacaqdım. Heç bir problem yoxdur. Qalsın inşallah. Qalsın məncə o biri dərsə Eee Blueprint-də konkret oturarıq. Okay. Çalışacağam. Bu həftə biraz çalışacağam sizlə çox məşğul olum. Hı. 6-cı 5 6 yox bir dəqiqə. 5 6 7 boş vaxtlarınız olacaq əgər istəyirsinizsə. Olar əslində, hə. Okay. Çünki Blueprint dərsi biraz çox keçiriləcək. Hardasa bir 3 dönüşə keçiriləcək. Sonra yavaş-yavaş Okey. digər nodlar hər dərsdə Mən 1 nod olaraq davam edəcək. Mənim zaten bu proqramda çətinlik çəkəcəyim hissə ancaq o ola bilər. Başqa heç orada da ki ana tema var da, yəni onu tutmalıyam. Qalan proqramda olan heç bir detal mənə elə bir şey gəlmir. Yəni Hələ qəliz o gəlmir. Heç bir problem yoxdur. hə, Bir dənə Blueprint tərəfi qəliz gəlir, kodlama tərəfi. bilirsən. Orada da bir dənə dəyişkən məsələsini, məsələn, aktoru referans alıb o aktoru məsələn kodunda idarə eləmək və ya necə deyək, datasını dəyişdirmək funksiyasını öyrəndikdən sonra artıq sizin üçün çox rahat olacaq. Hə, yəni sən özün məsələn onu öyrənmisən, düzdürmü? Yəni sən Ə, istədiyin tutaq ki bir şey vermək istəsənsə, o sənə problem yaratmır da, yəni daha doğrusu yox, heç çətinlik bir çəkmir. problem yaratmır. Rahat bir şəkildə məsələn yaza bilərəm. Məsələn, belə deyim, burdan hardasa ilk başlayanda belə deyim, hardasa 2022-nin artıq ortaları idi. Mən 2022-də başlamışam bu oyun motorunu öyrənməyə. 6 aya mən oyun motorunu full öyrəndim. Prosta Blueprint tərəfi hələ də öyrənməyə davam edirdim. Və
6 ayda belə deyim də, məsələn, bir mexanika qabağıma gələndə o mexanikanı rahat bir şəkildə düşünüb, məsələn, bu məsələn deyək ki, karakter sprint atır. Sprint atarkən məsələn onu necə eləyə bilərəm? Max walk speeddir misal, onun dəyəri məsələn start olanda, yəni karakter shiftə basanda deyək ki 1000 olsun. Shift'i buraxdıqda, yəni completed olduqda misal deyək ki 500 olsun misal. Məntiq olaraq o tutmağa başlayıram. Yavaş-yavaş elədir. Təbii ki də məsələn elə kodlar var ki, onun məntiqini tutmaq biraz çətin olur. Misal qarışıq sistemlərdən nə deyim? Inventor sistemidir. Prosto inventor sistem 3-cü sıraya qoyaram qarışıq sistemlərdə. İkinci sıraya qoyaram swimming sistemidir. Swimming nədir? Üzmə sistemi də, yox, swimming Hə, də, hə, üzmə. Bunun da səbəbi biz materiala meş veririk. Yəni bildiyiniz dəniz kimi şeylər, dəniz kimi meşlər materialdır. Bayaq siz playin üstünə material qoymuşdunuz, o formada. Sadəcə onun kollayderi olmur. İndi belə bir şey var ki, siz kollayderin içinə girdikdə karakter üzmə moduna keçməlidir. Yəni üzmə rejiminə keçməlidir. Bunu kod tərəfində yazmaq biraz qarışıqdır. Bunun da səbəbi colliderlə əlaqəlidir. Harda girəcək, harda çıxdıqda karakter walking moda keçəcək, harda girdikdə avtomatik swimming moda keçəcək. Oraları biraz qarışıq. Bir də birinci sıraya qoyuram online sistem. Bunun da səbəbi belə deyim. Online oyun düzəltmək biraz daha qarışıqdır. Çünki burada 2 player olur və ya 2-dən daha çox player olur. Və əgər narahatçılıqsa kameramı bağlayın, heç bir problem yoxdur. Əgər məsələn 2 player olur, 3 player olur, oyuncu olur. Və bunlardan input, klaviatura, mouse datası server elətdirir. Əgər hostdursa, burada kompüterdə olan data hosta gedir, hosta compile olur. Bu proses biraz da qarışıqdır. Burada multicast, run to server məsələsi var. Buralar çox qarışıqdır. Aydındır. Beləncə. Heç zat. Misal bunun üçün belə bir şey göstərim. Bir saniyə save select deyim. Bir saniyə. Oğlum nerede bu? Nostrov. Okay. Bunu da activate eləyək. Açılsın. Ha, bu açılana qədər mən sizin bunu göndərim. Okay. Misal belə bir oyun var bizdə hal-hazırda. Masa başında oynanılan bir oyundur. Ortada bir dənə butulka var. Butulkanı oyuncu fırladır və oyuncu fırlatdıqda avtomatik olaraq 2 dənə oyuncu detekt olur. Bir əlində silah olan, bir də dodge atan, yəni sağa sola dodge ata bilən karakter var. Biz oyunu başlatdıqda bizim serverdən datamız gedir. Fikir verin, hazırda 2 dənə player gəldi. Bu playerlar bir dəqiqə lap birini də əlavə edeyim. 4 player olsun. Steam ID-sindən datası gəlir. İndi hal-hazırda sadalayında işlətmədim deyə Steam ID-si name boş görünür. Biz bu düymədə Y-yə basdıqda bu burada dönür. Amma digərlərində dönmür. Fikir verin. Hazırda bax fikir verin, heç birində dönmədi. Bunu hostlama məsələsi var. Hə, aydındır. Mən məsələn burada Y-yə baxıram, basıram, fikir verin. Burada dönür, amma burada dönmür. Beləncə bir məsələ. Yəni bir dənə online sistem həqiqətən biraz adam beynini yorur. Həqiqətən. Belə pis. Okay. Beləncə. Təxminimcə mən də elə fikirləşirəm ki, yəni çətin olan ancaq onlayn tərəfi ola bilər. Zaten oyunlarda da onlayn yaradılan oyunlar biraz çətin başa gəlir. Həqiqətən çətinə başa. Bəqələr də çox olur, ümumiyyətlə. Hostlu sistemi yazırsansa, məsələn bir dənə kompüter var, hostdur. Qıraqdan başqa kompüter, yəni eyni internet ağındadsa, başqa kompüter bağlanırsa, o çox rahatdır. Çünki bir dənə PC-dir, bir dənə data gedir. Amma server də daha sən illallah elətdirirsən adamı. Elə. Beləncə. Heç zat. Bugünkü dərsimizdə bu qədər. Okay. Mən videonu yükləyərəm
YouTube-a. Oradan əgər bir sualınız olsa baxarsınız. Mhm. Hal-hazırda belə. İnşallah 5-ci günü, 6-cı günü ya da 7-ci günü sizə yazacağam. Nə vaxt boş olsaz ya da siz boş olsaz mənə deyin. Mən boş olan kimi sizə deyim, dərsə qoşulaq, dərs başa salaq. Bu həftə genəldə ümumiyyətlə sifarişlər azdır. Bir dənə sabaha qədər mənim sifarişlərim idi. Aha, Məsəl tamam. vaxtı yığılıb qalıb bitirmişəm demək olar. Demək modelləşdirmə obyektlərinin hazırlanması. Tamam. Ha, bu qədər. Sağ Okay. Görüşərik. Gecəniz xeyrə. oldu. Gecəniz xeyrə. Sağ Sizin olun. də sağ ol.